siz yoxlama komissiyasında olanda yoxlamaya ötürən məlumatları verən mən idim, yoxsa mənim sayəmdə o işlərin üstü açıldı və cənab nazir bunu özü mənə şəxsən çağırdı. Təşəkkür edirəm ki, Biz burada o keçmişi həll eləmək üçün gəlməmişik. Mən konferansda iştirak eləməliyəm, mən qısa müddətdə çıxmışam. Dinləməlisiniz. Mənə özü şəxsən nazir təşəkkür elədi ki, sənin faktlar. İndi siz burada konferans təşkil edirsiniz. Hemofiliyanın sədri Ayaz Hüseynov burada. Hemofiliyanın digər sədri Fuad Əsgərov burada. Hemofiliya deyil, Fuad Əsgərov qan donor olsun. Özü də hemofiliyalı şəxsdir deyə mən onu formada təqdim edirəm. Talasemiyalıların adından pul yığan, səbəbi, mənbəyi hara getdiyi bilinməyən Nailə Quliyeva burada. Gülgün Gündüz burada. Şamxalın anası, valideynin anası. Heç bir elmi işçi deyil, qeydi rəhbəri deyil. O burada. Nargilə Səmədova, hansı ki Xuraman Cəfərova, sizin köhnə baş həkimdir, sizin də yerində olduğunuz adam. Leyla Xaməliyeva bura gələndə Leyla xanımı aldatmaq üçün Seymur, o keçmişdə olan hadisələrdir. Siz keçmişdən də betərini edirsiniz. O şəxsləri, o yalancı şəxsləri siz Səhər İsmailov olaraq dəvət edirsiniz. Bütün hamıdan o konferansı gizli edirsiniz. Biz bundan xəbər tuturuq. Biz insanlara bu konferans barədə məlumat veririk. Biz heç kimə demirik kimsə gələcək. Deyirik ki, Türkiyədən nümayəndə gələcək, Zeynəb Qarataş gələcək. Siz də müalicə alırsınız. Gəlin, maraqlıdırsa, görün Türkiyədə nə yenilik var. Sualınız varsa verin. Biz burada provokasiyaya gəlməmişdik. Amma bir dəqiqə, bizim provokasiyaya gəldiyimizdən əgər qorxursunuzsa, demək ki, sizin işinizdə nəsə qorxduğunuz yerlər var. İndi mən cavab verim sizə. Qorxmasaydınız, bugün biz rahatlıqla orada oturardıq. Mən sizə cavab verim. Ki, elədiyiniz bizə yox. Özünüzə, öz rəhbərliyinizə, öz işçilərinizə və bu konferansa, sponsorlarda daxil, hamıya qarşı olunan tərbiyəsizlikdir. Bizə yox. Biz burada qadın, qız, uşaq, hamımız talasemiyalı şəxs, valideyn, burada 3 saatda ayaq üstə gözləyə bilərik. Onunla dalaş, bununla söz güləşdir eləyə bilərik. Bizə bir şey verməyəcək. Amma siz ikinci müalicə işlər üzrə müavin olaraq, birincisi onu göstərdiniz ki, siz qorxaqsınız. İkincisi onu göstərdiniz. Seymur, fikir verin danışıqlarınıza. İdarə edir. Mən cavab vermək istəyirəm. 3000-dən artıq talasemiyalı xəstə var. Mən o 3000 xəstəni, 3000-ini də ora dəvət edə bilmərəm. 3500-dən çox talasemiyalı var. 3200 talasemiyali xəstə var qeydiyyatda. Hal-hazırda reyestrdə olan məlumatı deyirəm mən sizə. Dövlət Statistika Komitəsinin 2022-ci il məlumatına əsasən 4627 nəfər qeydiyyatda var. Yoxsa o qədər xəstələr. Yoxsa o qədər xəstələr, daşıyıcı xəstələr. Talasemiyasız həyat naminə öldürülür. Talasemiya da xəstə deyil. Xahiş edirəm, fikir verin. Danışığınıza fikir verin. Biz xəstə deyilik. Biz talasemiyalı vətəndaşlarıq, şəxslərik. Siz bunu bizə bildirməklə nə demək istəyirsiniz? Baxın, mən sizə yenə də deyirəm. Elmi konferans keçirdirik. Bütün talasemiyali xəstələri ora dəvət edə bilmirik. Yerimiz azdır deyə. Seymuru dəvət edə bilərdiniz və Seymur talasemiyalı adından ora girə bilər. İndi bu boyda insan gəlib Rəsulovun Səlmən onu deyir. Bizim orqanın səbəbkarı olan Savab Dünyası Talasemiyalı. Və onun o cəmiyyətə səbəbi Savab Dünyasıdır. Sərxanım, siz bura komissiya kimi gələndə, mən Xuraman xanımı mərkəzi tərifləyəndə mənə imalı gördünüz. Amma mən gözəl bilirdim ki, onları bura kim gətirmişdi. Onun üçün heç bir söz demədim. Lazım olan yerə lazım sözlər getdi və məsələ həllini tapdı. Və xahiş edik ki, siz də məsələni həll eləmək istəyirsinizsə, bu xəstələrlə dava deməyin. Mən bir özünüz Sərxanım, bizə 21 gündən bir qan vururlar. Hər cür adamın qanını vururlar. Yəni talasemiyalardan biraz çəkinmək lazımdır. Çünki hər yerdə gedə bilərik. Baxın, mən hər birinizə deyirəm, talasemiyalı xəstələr burada gözəl bir şəraitdə müalicə və müayinələrini alırlar. O sizin düşüncənizdir, reallığı deyil. Yalan məlumat verirsiniz. Düşək transit zalına baxaq görə orada oturmağa normal kreslo var. Seymur, xəbəriniz var ki, kreslolar haqqında, kreslolar artıq gəlir. 6 aydır bu sözü deyil.